Biberlerim maşallah qəşəng tökməyə başlayıb. Badımcanlar tökdüklərini yığmışam, yenidən tökmək istəyirlər. Amma bu rəngi mən yox eləyə bilmədim buna. Buna bir çarə, buna baxın. Üstü belə kirli, tozlu, xəzəlləmə kimi belə bir rəngi olur. Başa düşmürəm bu niyə belə olur. Buna bir dərman alam gərək, görək buna nə dərman tapırıq. Tavuklarım. Ördəklər, qazlar hara getdiniz? Qaçdılar, girdilər yerlərinə. Məni görəndə nəsə qorxurlar. Elə bir ki, hər gün bunlara yem su verən mən deyiləm. Gəlirəm ora mutlar, gəlirəm. Suları doldurum. Gəlin biraz da sizə tökün, başımızı qatın. Yeni şeylərini. Bu qarışıq yemdir. Bunun içində kəpək də var. Şəkər yemi də var, amma ucuz şəkər yemindən var. Qarğıdalı və buğda yarmasıdır. Böyle. Muştuklarım. Ördeyim kızım. Yiyin geçerin. Ot da koymuşam ki burada yesinler. Bildirçinlerim. Tamam. Həyət yenə həmişəki kimi dağılır, tökülür. Bunu toxumluq saxlamışam. Buna baxın buna. Burada bir tane pomidor kızarıb. Ay çok qəşəng. Bunlar da kızarıb. Bu il pomidorlarım yaxşı olmadı. Bu il həyətim xəstəlik oldu. Xəstəlik. Bura tamamilə açılacaq. Açılacaq. Ora vaxt lazımdır eləməyə. Açılmağa. Çəkliyotum. Çiyələk də ora kimi uzanır. Belirleyək, biraz axsın o tərəfə su. Biberlərim tökməyə başlayırlar.
Görək necə olacaq. Bağlanmalıdır, amma çoxu bağlanmalıdır. O tərəfdə də bağlanmalı çox var. Badımcanlara bu xəstəlik görüm necə eləyirəm, bir dərman zat gedə bilsəm alardım. Belə xəzərlənmə kimi və belə bu cürünə yarpaqdan da aparam, göstərəm. Görək özünə gələcək badımcanlar. Normala dönəcək. Ay reyhanlarım, elə bir üstləri tozdur, topraqdır, amma elə deyil. Güllərim falan. Həyat üzrə şey olub, belə istilərdən bərbad gündədir. Ancaq payıza düzələcəklər. Son açan güllərimdən o da güclə. Yuxarıdakılara da qulluq lazımdır.